Salam əziz izləyicilər, mən coğrafiya müəllimi Fatimə Əzizova. Bugün sizə materiklərin relyefi və geoloji quruluşu mövzusunun izahını verəcəm. Deməli, ilk materikimiz olan Avropa materikindən başlayırıq. Ümumi sahəsi 10 milyon kvadrat kilometrdir. Avropanın ucqar şimal nöqtəsi Norveç ərazisində yerləşən Nordkin burnu, cənub ucqar nöqtəsi Marokki və yaxud da Mərakeş burnu yerləşir İspaniya ərazisində. Qərb ucqar nöqtəsi Roka burnudur və Portuqaliya ərazisində yerləşir. Şərq ucqar nöqtəsi isə Qütb Uralıdır və Rusiya ərazisində yerləşir. Avropa Asiya ilə birlikdə Avrasiya materikini əmələ gətirir, fəqət qitə olaraq ayrıdırlar. Avropa və Asiyanın şərti sərhəddi Ural dağlarından başlayır. Davamında Ural çayı və yaxud da Enva çayı, Xəzər sahili ovalı, Qafqaz dağları, Kumamanı çökəkliyi, ondan sonra Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizidir. Bu Avropa ilə Asiyanın şərti sərhəddidir. Avropa materikinin hal-hazırda ən hündür nöqtəsi Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrus dağıdır ki, onun da hündürlüyü 5642 metrdir. Avropanın ən alçaq nöqtəsi isə Xəzər dənizi sahilləridir, hansı ki, onun da hündürlüyü -27 metr olur. Avropa iki əsas hissəyə ayrılır. Şərqi Avropa və Qərbi Avropa formada. Yəni Visla çayı və Karpat dağlarından onu biz şərq və qərb olmaqla iki hissəyə ayıra bilərik. Öncəliklə danışaq daha doğrusu Qərbi Avropa haqqında. Qərbi Avropayı da biz üç hissəyə ayıracağıq. Şimali Avropa, Orta Avropa və Cənubi Avropa. İndi gəlin hərəsi haqqında danışaq. Öncəliklə Şimali Avropa haqqında danışaq. Şimali Avropaya əsasən qədim ərazilər, yəni qədim platformalar aiddir və qədim qırışıq ərazilər. Bura biz Skandinaviya dağlarını misal göstərə bilərik. Skandinaviya dağları Kaledon qırışıqlığında formalaşmışdır. Ən hündür nöqtəsi isə Qalxapiggen dağıdır, hansı ki hündürlüyü 2469 metrdir. Şimali Avropaya aid olan İslandiya adası divergent zonada yerləşən vulkanik mənşəli adadır. İslandiya adasında çoxlu sayda faal vulkanlar var. Bunlara Hekla vulkanı, Bardamburqa, Eyjafjallajökull vulkanları və sair misal göstərilə bilər. Şimali Avropanın səciyyəvi relyef formalarından biri də fiordlardır. Fiordlar əsasən Norveç sahillərində, Norveç dənizi sahillərində geniş yayılmışdır. Fiordların burada yayılmasının səbəbi ümumi olaraq Avropanın şimal hissəsinin 4-cü dövr buzlaşmasının təsiri altında olmasıdır vaxtı ilə. Buna görə də Avropanın şimalı olduqca girintili, çıxıntılıdır. Ona görə də burada Norveç sahillərində fiordlara geniş şəkildə rast gəlinir. Orta Avropanın relyefinə gəldikdə isə bura əsasən geniş düzənliklər, cənubda isə dağlardan ibarətdir. Burada böyük Almaniya bulud ovalığı yerləşir, hansı ki Avropanın şimalındadır. Platformanın enən hissəsinə uyğun gəlir. Avropanın şimal dənizi sahilləri tektonik əyilməyə məruz qalır. Yəni əslində platforma hissədir, amma enməyə məruz qalır. Xüsusən də bu Niderland, Belçika, Danimarka, Almaniya kimi ölkələrin ərazisini əhatə edir və enməyə məruz qaldığı üçün bir çox ərazilər sular altında qalır. Fəqət bəhsi keçən ölkələr müasir texnologiyalardan istifadə edərək əvvəllər dənizin dibi olmuş hissələri qurutmaqla öz ərazilərini genişləndirirlər. Niderland öz ərazisini məhz bu yolla 40% genişləndirmişdir. Bu cür süni mənşəli düzənliklər isə polder adlanır. Orta Avropanın cənub hissəsində isə Cavan Alp və Karpat dağları var. Dağlarının ən hündür zirvəsi olan Mont Blanc'ın ümumi hündürlüyü 4807 metrdir. Deməli, bu dağlar geosinklin qurşaqda yerləşir, yəni cavan dağlardırlar. Mont Blanc zirvəsi isə Qərbi Avropanın ən hündür nöqtəsidir. Karpat dağlarının ümumi hündürlüyü isə 2655 metrdir, ən hündür zirvəsi və bu da olacaq Gerlachovski-Ştit zirvəsi. Hər iki dağ geosinklinal qurşaqda yerləşir, cavan dağdır. Bundan əlavə Avropanın qədim dağları da var. Bunlar Sudet və Filizli dağlarını, hətta gəlin burada baxaq. Baxın, Alp və Karpat dağları cavan dağlardır. Amma Orta Avropanın bəzi digər dağları, Vogel, Schwarzwald, Filizli, Sudet, Grampian kimi dağlar isə qədim dağlardır. Kaledon Hersin qırışıqlığında əmələ gəlmiş dağlardır. Bundan əlavə Alp və Karpat dağlarının arasında isə
Orta Dunay, Aşağı Dunay düzənlikləri gəlir. Onların da yerini göstərim. Deməli, Orta Dunay, Aşağı Dunay düzənlikləri, bunlar geosinklinal qurşaqda yerləşən düzənliklər sayılırlar. Alp-Karpat dağlarının, xüsusən də Orta Dunay Alp-Karpat dağlarının arasında yerləşir. Aşağı Dunay ovalığı isə Karpat dağlarının cənubunda yerləşir. Keçək Cənubi Avropaya. Cənubi Avropanın ərazisinin böyük bir hissəsi geosinklinal qurşaqda yerləşir. Buradakı dağlar cavan dağlardır. Əsasən bura aiddir. Pireney, Apenin, Balkan. Baxın burada Pireney, Əndəlüs, Apenin, Dinar, Balkan dağları aiddir. Bundan əlavə burada müxtəlif düzənliklər də var, hansı ki geosinklinal qurşaqda yerləşirlər. Bu düzənliklərə biz misal göstərə bilərik. Meseda yaylasını geosinklinalda yerləşir. Padan ovalığını geosinklinalın enən hissəsinə uyğun gəlir. Hansı ki Padan ovalığı Apenin və Alp dağlarının arasında yerləşir. Kars yaylası da var Balkan yarımadasının şimalında. Buranın Kars yaylası adlanmasının səbəbi karst relyef formalarının, xüsusən də mağaraların, karst qıflarının burada geniş yayılmasıdır. Cənubi Avropanın ən məşhur mağaralarından biri olan Kostoy mağarası isə Sloveniya ərazisində yerləşir. Cənubi Avropada vulkanlara da rast gəlinir, hansı ki bu vulkanlara Apeniya yarımadasında Vezuvi vulkanını, Stromboli adasında Stromboli vulkanını, Siciliya adasında isə Etna vulkanını misal göstərə bilərik. Hər üç vulkan İtaliya ərazisində yerləşir. Bundan əlavə edim, Avropa Afrikadan Cəbəlli Tarix boğazı və Aralıq dənizi vasitəsilə ayrılır. İndi keçək Şərqi Avropa haqqında danışaq. Şərqi Avropa gördüyünüz kimi əsasən düzənliklərdən ibarətdir ki, bunlardan ən böyüyü də Şərqi Avropa düzənliyidir. Baxın, Şərqi Avropa düzənliyinin daxilində çoxlu sayda yüksəkliklər var, hansı ki, bura Valda yüksəkliyi, Orta Rus yüksəkliyi, Dnepr boyu yüksəklik, Volqa boyu yüksəkliyi, Timan təpələri və s. misal göstərə bilərik. Şərqi Avropanın şimal hissələrində buzlaq mənşəli relyef formalarına rast gəlinir. Tək Şərqi Avropanın şimalında yox, həm də bayaq qeyd etdiyimiz kimi Skandinaviya yarımadasında və Almaniya Polşa ovalığının şimalında da buzlaq relyef formaları geniş yayılmışdı ki, bunlara moren tirələri, moren təpələri və s. misal göstərə bilərik. Təbii ki də Şərqi Avropada təkcə düzənliklər yox, həmçində dağlar var. Bu dağlara biz misal göstərə bilərik. Qədim Ural dağları, hansı ki faydalı qazıntılarla olduqca zəngindir. Şərqi Avropanın cənubunda isə əsasən cavan dağlar olan Krım və Qafqaz dağları var. Krım dağlarının ən hündür nöqtəsi Roman Koş dağıdır. Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrus həm sönmüş vulkandır, həm də Avropanın ən hündür nöqtəsi sayılır. İndi keçək Avropanın əsas faydalı qazıntıları haqqında danışmağa. Deməli, Avropada neft əsasən Şimal dənizində geniş yayılmışdır. Alp-Karpat dağlarında filiz mənşəli faydalı qazıntılar geniş yayılmışdır. Almaniya ərazisində və Böyük Britaniya ərazisində isə zəngin daş kömür yataqları mövcuddur. Ukraynada isə manqan ehtiyatları ilə zəngindir. İndi isə keçək Asiya haqqında danışmağa. Bəli. Rusiya materiki olduqca mürəkkəb relyefə və geoloji quruluşa malikdir və müxtəlif hissələrə ayrılır. Bura Şimali Asiya, Şərqi Asiya, Cənub-Şərqi Asiya, Cənubi Asiya, Cənub-Qərbi Asiya və Mərkəzi Asiya aiddir. Öncəliklə Asiyanın ümumi sahəsi təqribən 44 milyon kvadrat kilometrdir. Ən hündür zirvəsi 8848 metr hündürlüyündə olan Conoloma, yəni Everest zirvəsidir. Ən alçaq nöqtəsi isə mənfi 423 metr hündürlüyündə olan Qıxor çökəkliyidir. Qıxor çökəkliyi həm də dünyanın ən dərin çökəkliyi kimi də götürülür. Əgər Betli çökəkliyi nəzərə alınmazsa ki, nəzərə alınmır. Ucqar nöqtələri şimalda Çelyuskin burnu, cənub hissəsində Piyay burnu, şərqində Dejilyo burnu, qərbində isə baxın Türkiyə ərazisində Baba burnu yerləşir. İndi isə keçək onun relyefi haqqında danışmağa. Öncəliklə Şimali Asiya haqqında danışaq. Şimali Asiyanın böyük bir hissəsi düzənliklərdən ibarətdir ki, bura Qərbi Sibir düzənliyi və Orta Sibir yaylası misal göstərə bilərik. Bunlar platformada yerləşir. Qərbi Sibir
Akkumulyativ mənşəli düzənlikdir və çayların gətirdiyi alluvial çöküntülər də olduqca zəngindir. Orta Sibir yaylası isə denudasyon mənşəli düzənlikdir. Burada müxtəlif qədim dağlara rast gəlinir. Buna Ural dağlarını misal göstərə bilərik. Ural dağlarının bir hissəsi Asiyaya düşür. Bundan əlavə materikin şimal-şərq hissəsində Verxoyansk və Çerski dağları var. Hətta onları xəritədə daha aydın göstərək. Baxın. Verxoyanski və Çerski dağları. Hansı ki, bu dağlar Mezozoik qırışıqlığında yaranmış dağlardır. Sxote Alin dağları da həmçinin Şimali Asiya regionuna daxildir və Kimmer qırışıqlığında yaranmış dağlardır. Buna baxmayaraq, Şimali Asiyada geosinklinal ərazilər də var. Böyük bir hissəsi platform olsa da, Kamçatka yarımadası Sakit Okean odluq qövsünə daxildir və bu yarımadada deməli Asiyanın ən məşhur vulkanlarından biri olan Klüçü sopası yerləşir. Rusiya ərazisində. Daha sonra danışaq Şərqi Asiyanın relyefi haqqında. Şərqi Asiya, baxın, bu ərazini əsasən əhatə edir. Böyük bir hissəsi, biraz da hətta Böyük Xinqan dağlarını da bura əlavə etməliyəm. Şərqi Asiya əsasən bu hissəni əhatə edir. Şərqi Asiyanın relyefi haqqında danışaq. Bura əsasən qədim dağ olan Böyük Xinqan dağları yerləşir. Əsas düzənliyi isə Böyük Çin düzənliyidir, hansı ki, Xuanxe və Yansızı çayların arasında yerləşir və həmçinin onların gətirdiyi alluvial çöküntülərlə zəngindir. Bundan əlavə Yapon adaları da Şərqi Asiyaya aiddir. Bilirik ki, Yapon adaları Sakit Okean odlu qövsünə daxildir. Burada Honshu, Hokkaido, Honshu, Shikoku, Kyushu adaları yerləşir. Honshu adasında məşhur Fujiyama vulkanı yerləşir, faal vulkandır. Kyushu adasında isə Aso vulkanı yerləşir. Yəni Şərqi Asiyanın da geosinklinalda yerləşən əraziləri var. Bizə Cənub-Şərqi Asiyaya baxırıq. Cənub-Şərqi Asiya əsasən Hirçin yarımadasını və Zond adalarını əhatə edir. Həmçinin Filippin adalarını da bura əlavə edək. Deməli, Hincin yarımadasında dağlar meridional istiqamətdə uzanır və onların arasında Mekong düzənliyi var. Mekong düzənliyinə də baxın, burada baxaq. Mekong ovalığı yerləşir dağların arasında. Və burada deməli, əsasən adalardan ibarətdir. Hansı ki, bu adalar da Sakit Okean odlu qövsünə düşür. Sumatra adası, Yava adası, Kalimantan, Sulawesi, Filippin adaları Cənub-Şərqi Asiya regionuna daxildir. Filippin adalarında şimalda deməli, Luzon adasında Pinatubo, Mindanao adasında isə Apo vulkanı yerləşir. Sumatra adasında deməli Kerençe vulkanı, Yava adasında Slamet, Semeru, Aguna vulkanları kimi vulkanlar var. Yəni ərazi faal geosinklinal ərazi sayılır. Keçək Cənubi Asiyanın relyefinə. Cənubi Asiya əsasən Himalaya dağlarından cənubda qalan hissəni əhatə edir. Baxın bu hissə. Himalaya dağlarının ən hündür zirvəsi olan Everest burada yerləşir. Bundan əlavə yerdə qalan hissələr platformadır. Biz onu da bilirik ki, Hindistan yarımadası əvvəllər Gondwana qurusunun tərkibində idi. Sonradan gəlir, yəni Mezozoy erasının sonunda Avrasiya ilə toqquşur. Və bu toqquşma nəticəsində Himalaya dağları əmələ gəlir. Yerdə qalan hissə platformadır. Burada məşhur Hindqanq ovalığı yerləşir. Burada platformanın enən hissəsinə uyğun. Ondan cənubda isə platformanın qalxan hissəsində Dekan yaylası yerləşir və faydalı qazıntılarla olduqca zəngin bir ərazidir. Dekan yaylasının şərq və qərbində isə Baykaldan da əvvəl yaranmış Qərbi Qat və Şərqi Qat dağlarına rast gəlinir. İndi isə keçək Cənub-Qərbi Asiya haqqında danışaq. Baxın, Cənub-Qərbi Asiyada əsasən əhatə edir bu ərazini. Cənub-Qərbi Asiyanın relyefinə aid olan dağları və düzənlikləri göstərək. Deməli, Cənub-Qərbi Asiyanın dağlarına aid olacaq Türkiyə ərazisində yerləşən Pond dağları, Tavr dağları, Qafqaz dağları, Hicaz dağları, Ərəbistandakı. Daha sonra İran və İraq sərhəddində yerləşən Zagros dağları, İranın şimalında yerləşən Elburz dağları, demək, Türkmənistan və İran sərhəddində yerləşən Kupik dağı biz misal göstərə bilərik Cənub-Qərbi Asiyanın relyefinə. Burada yerləşən düzənliklərə isə misal olaraq biz göstərəcəyik Anadolu yaylası, Ərəbistan yaylası, İran yaylası, Küraraz ovalığı, Mesopotamiya ovalığı. Deməli, öncəliklə Anadolu yaylası, Küraraz ovalığı, İran yaylası geosinklinal qurşaqda yerləşir. Mesopotamiya ovalığı platformanın enən hissəsidir. Ərəbistan yaylası isə platformanın əsasən qalxan hissəsidir. Və burada deməli, dağlarından isə Pond, Tavr,
Qafqaz, Elbrus, Kopetaq, Zagros dağları cavan dağlar sayılır və geosinklinal qurşaqda yerləşirlər. Qərbi Avropada Qıxor çökəkliyi də həmçinin yerləşir, hansı ki dedik ki, bu Asiyanın ən alçaq nöqtəsidir. Ondan sonra deməli, burada gördüyünüz kimi Asiya Afrikadan ayrılır. Süveyş kanalı, Qırmızı dəniz, Bab-əl-Məndəb boğazı və Ədən körfəzi vasitəsilə. Ərəbistan əvvəllər aid edilirdi Afrikaya, yəni Gondwana qurusunun tərkibində idi. Lakin ondan ayrılmış və Avrasiya ilə toqquşmuşdur. Və onun deməli ayrılma hissəsində, yəni divergent hissəsində burada Qırmızı dəniz formalaşmışdır və zamanla da Qırmızı dənizin sahəsi böyüməkdə və onun əksinə İran körfəzinin sahəsi isə azalmaqdadır. Cənub-Qərbi Asiyada Ərəbistan yarımadasında eol relyef formaları üstünlük təşkil edir. Burada olduqca böyük səhralar var. Məsələn, Rub əl-Xali səhrası, mərkəz hissədə Böyük Nəfud, Kiçik Nəfud səhraları. İran ərazisində Dəşti Lüd, Dəşti Kəbir səhraları mövcuddur. Həmçinin Cənubi Asiyada da qeyd etməmişdim. Burada da Tar səhrası var. Daha sonra davam edək. Bu səfər də Mərkəzi Asiya, yəni Orta Asiya haqqında danışaq. Deməli, Orta Asiyanın relyefində platformalar da var, geosinklinal ərazilər də var. Məsələn, bura Himalay dağlarından şimalda qalan hissəni əhatə edir. Geosinklinal qurşaqda yerləşən, baxın, Tibet yaylası Orta Asiya relyefinə daxildir. Daha sonra buranın məşhur cavan dağları Tian Shan, Hindiqur, Pamir, Qaraqum dağları buradadır. Qaraqorum dağları dünyanın ən hündür ikinci deməli, dağıdır. Hansı ki, ən hündür zirvəsi olan Caqori 8611 metr hündürlüyündə yerləşir. Bunlar hamısı cavan dağlardır. Tian Shan, Altay Sayan yenidən törənmiş dağlardır. Pamir, Qaraqorum, Hindiquş isə cavan dağlardır. Sadəcə Tian Shan dağları yenidən hərəkətlərə məruz qaldığı üçün hündürləşmişdir. Daha sonra ərazidə düzənliklər də var. Bunlardan biri Turan ovalığıdır. Baxın, burada Turan ovalığına. Sonra daxilində biraz qərb hissədə Üstüyork platosunu, şimalında Turkay platosunu, şimal-şərq hissəsində Qazaxıstan xırda təpəliyini görə bilərsiniz. Deməli, Tian-Şan dağları ilə Kunlun dağları arasında Tarim hövzəsi yerləşir ki, burada məşhur Təkləməkan səhrası yerləşir. Həmçində Asiyanın ən dərin çökəkliklərdən biri olan Turfan çökəkliyi də Tarim hövzəsinin şərqində yerləşir. Turan ovalığının qərbində Xəzər dənizi sahillərində isə mənfi 132 metr dərinliyində Qaragey çökəkliyi yerləşir. Daha sonra Xəzər dənizinin şimalında Xəzər sahili ovalı var. Monqolistan ərazisində isə dünyanın ən böyük səhralarından biri olan həm də Qobi səhrası, həm də Qobi yaylası yerləşir. Aha. Onu da qeyd etməmişdik. Turan ovalığında da Qaraqum və Qızılqum səhraları mövcud. Burada bunların hamısını qeyd etmişəm. İndi isə keçirik Şimali Amerikanın relyefi haqqında danışmağa. Deməli, Şimali Amerika öncəliklə ümumi sahəsi 24 milyon kvadrat kilometrdir. Ən hündür nöqtəsi McKinley dağı 6194, ən alçaq nöqtəsi isə Ölüm dərəsidir, hansı ki onun da dərinliyi mənfi 86 metrdir. Kordilyer dağlarının mərkəz hissəsində yerləşir. Ucqar nöqtələrinə gəldikdə isə şimal ucqar nöqtəsi olacaq Murchison burnu, cənub ucqar nöqtəsi Mariotto burnu, şərq ucqar nöqtəsi St. Charles burnu və qərb ucqar nöqtəsi isə olacaq Uels şəhzadəsi burnu. Şimali Amerika qədim Lavrasiya qurusunun bir hissəsidir. Şimal-şərq hissəsi və hətta burada böyük göllərə qədər olan böyük bir hissəsi olduqca girintili çıxıntılıdır. Bunun da səbəbi Şimali Amerikanın qədimdə 4-cü dövr buzlaşmasına məruz qalmasıdır. Buna görə də dediyimiz kimi girintili çıxıntılıdır və burada buzlaq mənşəli göllər, buzlaq mənşəli relyef formaları olan moren tirələri, moren təpələri, karlar, sirklər və troq dərələri olduqca geniş yayılmışdır. Şimali Amerika iki əsas hissədən ibarətdir. Dağlıq hissə və düzənlik hissə və yaxud da geosinklinal hissə ilə platforma hissə də deyə bilərik. Deməli, materikin
Dediyimiz kimi, qərb hissəsi əsasən dağlıqdır, Kordilyer dağlarından ibarətdir. Kordilyer dağlarının şərq hissəsi Mezozoy, qərb hissəsi isə Paleozoyda yəni elə bil ki, Paleozoy deyirəm, üzrsən, Kaynozoyda formalaşmışdır. Qərb hissəsi Alp qırışıqlığına, şərq hissəsi isə Kimmer qırışıqlığına aiddir. Gəlin Kordilyer dağlarına diqqətə baxaq. Deməli, Kordilyer dağları üç əsas hissədən ibarətdir. Şərq, qərb və mərkəz hissə. Öncəliklə şərq hissədən başlayaq. Şərq hissə əsasən Qalı dağlar, Şərqi Sierra Madre, Brusque silsiləsindən ibarətdir. Qərb hissəsində dağlar olacaq. Alisa dağları, Kaskad dağları, sahil silsiləsi, Sierra Nevada, Qərb Sierra Madre silsiləsi olacaq. Mərkəz hissə isə əsasən yaylalardan ibarətdir. Bu yaylalar geosinklinal ərazidə yerləşən Yuko yaylası, Kolumbiya yaylası, Böyük Hüzə yaylası, Colorado yaylası və Meksika yaylası sayılır. Şimali Amerikada çoxlu sayda faal və sönmüş vulkanlara rast gəlinir. Bu vulkanlara hansıları misal göstərə bilərik? Demək, materikin ən hündür nöqtəsi olan Makkinli sönmüş vulkandır. Bundan əlavə, ABŞ ərazisində Şasta vulkanına, Rainier vulkanına rast gəlinir. Baxın, bu da Rainier vulkanı ABŞ-da yerləşir. Meksika ərazisində Orizaba vulkanı, bundan əlavə Colima, Orizaba vulkanlarına, Popocatépetl vulkanına rast gəlinir. Taxomunka vulkanı Nikaragua ərazisində, düzürsə, Taxomunka Qvatemala ərazisində, Momotombo isə Nikaragua ərazisində yerləşir. İndi isə materikin düzənlik hissəsinə, daha doğrusu platforma hissəsinə baxaq. Platforma hissəsində bir qədim dağ var, Apalaç dağları, hansı ki Apalaç dağları Klimdə yerləşir. Hündürlüyü olduqca azdır. Şimal hissəsi Kaledon, cənub hissəsi Hersen qırışıqlığında formalaşmışdır. Ən hündür nöqtəsi 2037 metr hündürlüyündə Mitçe zirvəsi sayılır. Mərkəzi geridə qalan hissələr isə əsasən düzənliklərdən ibarətdir. Bura böyük düzənliklər, mərkəzi düzənliklər aid, böyük düzənliklər yayla, mərkəzi düzənliklər əsasən ovallıq və yüksəkliklərdən ibarətdir. Daha sonra burada labirint yüksəkliyi, Kanada qalxanını misal göstərə bilərik. Ovallıqlarının Hudson sahili ovallığı, Mississippi ovallığı, Atlantik sahili ovallığı, Meksika sahili ovallığı misal göstərə bilərik. Mississippi ovallığı alüvyal mənşəli düzənliklərlə zəngindir. Bəhs etdiyimiz ovallıqlar əsasən platformanın enən hissələrinə, yaylalı və yüksəkliklər isə platformanın qalxan hissələrinə uyğun gəlir. Şimali Amerikanın faydalı qazıntılarından da danışaq. Meksika körfəzi sahilində, Valeska körfəzi sahilində zəngin neft ehtiyatlarına rast gəlinir. Apalaç dağları daş kömürlə olduqca zəngindir. Meksika yaylasında zəngin mis ehtiyatları var. Göllər ətrafında və Labrador yarımadasında isə zəngin dəmir filizi ehtiyatlarına, Alyaskada isə qızıl ehtiyatlarına olduqca geniş şəkildə rast gəlinir. Növbəti danışacağımız materik isə Cənubi Amerika olacaq. Demək, Cənubi Amerika materiki 3 yarımkürədə yerləşir. Şimal, cənub və bütünlüklə qərb yarımkürəsində yerləşir. Şimal ucqar nöqtəsi Qalinyas burnu, cənub ucqar nöqtəsi Frauer burnu. Adalar nəzərə alınsa, yəni odlu torpaq adası nəzərdə alınsa, Horon burnu, şərq ucqar nöqtəsi Cabo Branco burnu, qərb ucqar nöqtəsi isə deməli Parinias burnu olacaq. Galinas burnu Kolombiyada, Cabo Branco Braziliyada, Broward burnu Çilidə, Parinias burnu isə Peru ərazisində yerləşir. Materikin ümumi sahəsi 17,8 milyon kvadrat kilometr sayılır. Ən hündür nöqtəsi And dağlarında yerləşən Aconcagua dağıdır. Ümumi hündürlüyü 6960 metr hündürlüyü. Ən alçaq nöqtəsi isə Valdes yarımadasında yerləşən Salinas çökəkliyidir. Hansı ki onun da hündürlüyü -42 metr sayılır. Cənubi Amerika materikinin deməli relyefinə gəldikdə bunu iki hissəyə ayıra bilərik. Dağlıq hissə və düzənlik hissə. Dağlıq hissə təbii ki də And dağlarından ibarətdir. Bu dağlar Ant-Kordilyer geosinklinal qurşağında yerləşir. Nazca və Cənubi Amerika havalarının toxunma zonasındadır. Subduksiya zonası təbii ki də. Və dünyanın ən uzun dağ sistemidir, hansı ki uzunluğu 9000 kilometr sayılır. And dağlarında çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar var. Hansı ki bu vulkanlara Ruiz vulkanı Kolumbiya ərazisində yerləşir. Chimborazo dağı sönmüş vulkandır. Dünyanın ən hündür sönmüş vulkanı Chimborazo dağıdır. 6310 metr hündürlüyündə. Bundan əlavə Cotopaxi vulkanı
onun şimalında yerləşir. İkisi də Ekvador ərazisində yerləşir. Kotopaxi fəal vulkandır. Bundan əlavə dünyanın ən hündür vulkanı olan Liyuyako vulkanı da deməli Andaqlarında yerləşir. Andaqların üzərində çoxlu sayda yaylalar var. Baxın bu yaylalar da olacaq. Bolivya, bunlar Peru yaylaları. Andaqlarda altiplanolara rast gəlinir. Nədir altiplanolar? Bu ərazilər aslında dağlıq yaylalardır. Olduqca quraq iqlim şəraitinə malikdirlər. Deməli, Bolivya və Peru sərhədində yerləşirlər. Bu yaylalarda məşhur lama heyvanına da rast gəlinir. Yerdə qalan hissə isə platformadır. Platforma hissə əsasən ovalıq və yaylalardan ibarətdir. Bu yaylalara Braziliya yaylası misal göstərə bilərək çayların tərəfindən olduqca parçalanmışdır. Braziliya yaylasında kəllə qənd adlanan relyef formalarına rast gəlinir. Kəllə qəndlər hardasa 300 metr hündürlüyə malik olan relyef formalardır. Yaranmasının səbəbi isə intruziv süxurların parçalanma nəticəsində və aşınma nəticəsində yer səthinə çıxmasıdır. Digər bir yaylamız Viyana yaylasıdır. Qviana yaylası deməli üzərində Tepui adlanan relyef formalarına rast gəlinir. Bu Tepuilər hardasa 800-1800 metr hündürlüyə malik olan dağlardır. Bəzən onlara masavari dağlar da deyilir və yaranmasında ən əsas səbəb aşınma, parçalanma və eroziyadır. Materikin cənub hissəsində isə yayla və platoların üstünlük təşkil etdiyi Patagoniya olur. Yaylaların arasında isə məşhur ovalıqlar var, hansı ki bunlar platformanın ən hissələri olan Orinoco ovalığı, Amazon ovalığı və La Plata ovalığı sayılır. Cənubi Amerikada bir şey fikir versəz, Çilinin ucqar cənub hissələri girintili çıxıntılıdır. Bu girintili çıxıntılı olmasının səbəbi isə 4-cü dövr buzlaşmasının təsiridir. Cənubi Amerikada dünyanın ən quraq səhrası yerləşir, o da Atakama səhrasıdır. Atakama səhrası tam olarak İndi isə Afrika materiki haqqında danışırıq. Ümumi sahəsi 30,3 milyon kvadrat kilometrdir. Afrika 4 yarımkürədə yerləşir. Bunun səbəbi həm Greenwich meridianının, həm də ekvator xəttinin Afrikanı kəsməsidir. Bundan əlavə həm şimal tropik xəttinin, həm də cənub tropik xəttinin kəsdiyi yeganə materikdir. Ekvator xəttə nəzərən demək olar ki, yəni iki hissə ayrıbdır ekvator ondan. Ucqar nöqtələrinə gəldikdə isə şimalda Ras Angela və yaxud da Bensaka burnu, bəzən Əl-Əbiyyat burnu da deyilir. Cənubunda İynəburnu, onu da qeyd edək. Şərq hissəsində Ras Hafın burnu Somalidə yerləşir, hətta ölkələr də deyim. Deməli, Ras Angela burnu Tunisdə yerləşir, İynəburnu Carda yerləşir, Ras Hafın burnu Somalidə yerləşir. Almadi burnu isə Senegalda yerləşir. Afrika materikinin ən hündür nöqtəsi 5895 metr hündürlüyündə Kilimanjaro vulkanıdır. Ən alçaq nöqtəsi isə Qırmızı dəniz sahilində yerləşir, Assa çökəkliyidir. Mənfi 157 metr onun hündürlüyü olacaq. Ümumi olaraq biz Afrika materikini iki hissəyə ayırırıq. Alçaq Afrika və hündür Afrika. Öncə alçaq Afrika haqqında danışaq. Alçaq Afrika gördüyünüz kimi əsasən düzənliklərdən ibarətdir. Burada Afrikanın yeganə cavan dağ sistemi olan Atlas dağları yerləşir. Atlas dağları Alp-Himalay geosinklinal qurşağının ən qərbində yerləşir. Cavan dağdır. Hündür zirvəsi isə Tupkaldır 4165 metr hündürlüyündə. Onu da qeyd edə bilərik ki, Atlas dağları dünyanın ən zəngin fosforit qurşağıdır. Böyük bir hissəsi də Mərakeşə düşür. Bundan əlavə, deməli burada Kattara çökəkliyi yerləşir Misir ərazisində. Dünyanın ən dərin çökəkliklərindən biridir, hansı ki dəriniyi mənfi 133 metr sayılır. Alçaq Afrikanın böyük bir hissəsini çox da hündür olmayan böyük səhra tutur. Böyük səhrada Əhəqqar Tivesti Darfur yaylalarına rast gəlinir ki, hansı ki bu yaylalar şahid dağlarla zəngindir. Ümumiyyətcə böyük səhrada eol relyef formaları, yəni duyunlar, barxanlar, qum təpələri olduqca geniş yayılmışdır.
Böyük Səhradan şimalda əsasən Misir ərazisində, Liviya ərazisində böyük bir hissə tutan Liviya səhrası yerləşir. Qırmızı dəniz sahillərində isə Nubiya səhrası yerləşir, hansı ki bunlar Afrikanın ən əsas səhralarıdır. Böyük Səhradan cənubda Çad gölü ətrafında Çad çökəkliyi yerləşir. Birazcıq qərb hissəsində isə Jos platosu yerləşir. Afrikada platformada yerləşən Qvineya körfəzi sahilində Kamerun vulkanı var, hansı ki hündürlüyü 4070 metr sayılır. Kamerun vulkanı yaxınlığında burada qədim Adamava dağları yerləşir. Bundan da cənubda ekvator xəttinin kəsdiyi ərazidə Kongo çay hövzəsində eyni adlı Kongo hövzəsinə rast gəlinir. Burada ovalıqlar da var. Bu məşhur ovalıqlara biz Liviya ovalığını misal göstərə bilərik, Senegal ovalığını misal göstərə bilərik. İndi isə baxaq Hündür Afrikaya. Hündür Afrika əsasən dağlardan, hündür yaylalardan ibarətdir. Bu yaylalara Efiopiya yaylasını və Şərqi Afrika yaylasını misal göstərə bilərik. Bunlar düzdür, platformaya uyğun düşsə də, əslində bura divergent zonadır. Yəni belə deyək də, Somali yarımadası Afrikadan uzaqlaşır və burada Şərqi Afrika sınma zonası formalaşmışdır. Bu sınma zonası Qırmızı dəniz sahilindən başlayır, Şərqi Avropanın cənubuna Zambezi çayına qədər davam edir. Yəni bu hissədə Somali yarımadası uzaqlaşır Afrikadan. Yəni burada gələcəkdə, yəni təbii ki də milyon illərdən sonra bəlkə də yeni fərqli bir materik formalaşacaq. Şərqi Afrika yaylasında gördüyünüz kimi bu uzunsov göllər əslində tektonik qırılma zonaları, yəni qrabenlərdə yerləşir. Hansı ki bunlara Tanganika gölünü, Nyasa gölünü, Rudolf göllərini misal göstərə bilərik. Zaten Afrikanın ən hündür nöqtəsi də Şərqi Afrika zonasında yerləşən Kilimanjaro vulkanıdır. Qrabenlərin kənarlarında isə hündür horslar yerləşir. Bu horslardan ən uzunu da məşhur Ruvenzori horsu da məhz Şərqi Afrikada yerləşir. Şərqi Afrikadan şimalda isə Efiopiya yaylası yerləşir. Bundan əlavə cənub hissələrə gəldikdə isə burada biz Kalahari yaylasını görürük. Burada həmçinin Kalahari səhrası yerləşir. Kalahari səhrası Afrikanın cənubunda dünyanın ən qalın qumla örtülü olan ərazisidir. Hansı ki burada qumun ümumi qalınlığının 60 metr olduğunu düşünürlər və eol relyef formaları ilə olduqca zəngindir. Bundan əlavə Afrikanın cənub-qərb hissəsində soyuq Benqe cərəyanının təsiri ilə həm də Namib səhrası formalaşmışdır. Hər iki səhrada eol relyef formaları ilə olduqca zəngindir. Afrika dağlarının ucqar cənub hissəsində qədim Kap və Əjdaha dağları yerləşir. Hansı ki bu dağlar Kaledon Hersin qırışıqlığında yaranmış qədim dağlardır əsasən. Madagaskar adası isə əvvəllər Afrikaya bitişik olmuşdur. Necə ki, əslində Ərəbistanda, Hindistanda Afrika materikinə bitişik olmuş ərazilərdir. Afrikanın faydalı qazıntılarına gəldikdə isə Mərkəzi Afrikada mis qurşağı, Afrikanın cənub hissəsində əsasən almaz, ondan sonra daş kömür yataqları, qızıl yataqlarına rast gəlinir. Atlas dağlarında zəngin fosforit, Böyük Səhranın şimal hissəsində isə zəngin neft və qaz yataqlarına, Şərqi Afrika yaylasında isə filiz mənşəli faydalı qazıntılara geniş rast gəlinir. Qvineya körfəzində isə əsasən neft, qaz yataqları mövcuddur. Davam edirik. İndi isə Avstraliya materikinin relyefi və geoloji quruluşuna baxaq. Avstraliya İki yarımkürədə yerləşir, cənub və şərq yarımkürəsi. Cənub tropik xətti onu iki hissəyə ayırır. Yəni demək olar ki, mərkəzindən keçir. Buna görə də Avstraliya iki işıqlanma qurşağında, cənub mülayim və cənub tropik işıqlanma qurşağında yerləşir. Materikin ümumi sahəsi 7,7 milyon kvadrat kilometr sayılır. Ən hündür nöqtəsi Kosciuszko dağı, ən alçaq nöqtəsi isə Eir çökəkliyidir. Ucqar nöqtəsi şimalda York burnu, cənubda Cənub-Şərq burnu, şərqdə Bayram burnu, qərbdə isə Steep Point burnu sayılır. Avstraliya materiki haqqında maraqlı bir fakt odur ki, ümumiyyətcə hansısa bir litosfer havasının sərhəddinə uyğun gəlmədiyi üçün ümumiyyətcə burada geosinklinal ərazi yoxdur. Seismik proseslər, zəlzələ və vulkanizmdən uzaq bir materikdir. Demək olar ki, müşahidə edilmir və aktiv vulkanlara da rast gəlinmir Avstraliyada. Biz Avstraliyanı üç hissəyə ayıra bilərik. Qərb hissə, mərkəz hissə və şərq hissə. Qərb hissədə əsas yer tutan deməli olacaq Qərbi Avstraliya yaylası. Ondan şimalda isə Hammersi dağlardır. Qərbi Avstraliya yaylası haqqında onu deyə bilərik ki,
Bu yayla platformanın qalxan hissəsidir və zəngin qızıl və dəmir filizi ehtiyatları ilə zəngindir. Həmçinin iyul relyef formaları da burada geniş yayılmışdır, çünki əsasən səhralardan ibarətdir. Şimalında olan Hammersi dağları isə Baykaldan da öncə yaranmış çox qədim dağlar. Mərkəz hissədə isə Makdonel dağları, hansı ki ən hündür nöqtəsi Zil dağıdır, 1510 metr hündürlüyündədir. Onun şimalında e, deməli e, Carpentaria körfəzi sahilində eyni adlı Carpentaria ovalığı və ondan birazcık cənubda Barkley platosu yerləşir. Cənub hissədə deməli Böyük Avstraliya körfəzi sahillərində isə Nullarbor düzənliyi var. Daha sonra keçək materikin şərq hissəsinə. Şərq hissəsi əsasən böyük su ayrıcı dağlarından ibarətdir. Bu dağlar Kaledon Hersin qırışıqlığında yaranmışdır və çoxlu sayda massivlərdən ibarətdir. Hansı ki bu massivlərdən ən hündürü Avstraliya Alplarıdır. Onun ən hündür zirvəsi olan Kosciuszko dağının hündürlüyü 2228 metrdir. Hansı ki Avstraliyanın ən hündür nöqtəsidir. Avstraliyanın ən alçaq nöqtəsi də onun şərqində yerləşir. Yer çökəkliyi -16 metr. Yer çökəkliyi sahilində mərkəzi ovalıq yerləşir ki, bura platformanın enən hissəsidir. Bundan əlavə burada olan Murray və Darling çaylarının hövzələrində də eyni adlı ovalıqlar yerləşir, hansı ki, bu çayların gətirdiyi allüvial çöküntülərlə olduqca zəngindirlər. Avstraliya materikində çoxlu sayda səhralar var. Bu səhralar Böyük Viktoriya səhrasını, Gibson səhrasını misal göstərə bilərik. Bu da o deməkdir ki, Avstraliya ümumi olaraq eol relyef formaları ilə zəngindir ki, materikin böyük bir hissəsində səhra landşaftı yayılmışdır. Bundan əlavə, deməli Avstraliyanın faydalı qazıntılarına gəldikdə isə böyük su ayrıcı dağlarında zəngin daş kömür yataqlarına rast gəlinir. Qərbi Avstraliya yaylasında deməli dəmir filizli qızıl yataqları genişdir. York yarımadası dünyanın ən zəngin boksit qurşağıdır. Arnhem yarımadasında uran ehtiyatları olduqca geniş yayılmışdır. Ondan sonra Avstraliyada Ulur massivi haqqında da danışa bilərik. Bu Ulur massivləri materikin əsasən mərkəz hissəsində yerləşir, yaylaların üzərində. Və bu massivlərin səthi qırmızı rənglə örtülmüşdür. Yəni olduqca gözəl bir görüntü yaradır. İndi isə keçək Antarktida materiki haqqında danışmağa. Müsahəsi 14 milyon kvadrat kilometrdir. Antarktida materikinin üzərinin buzlarla örtülmüş olması onun öyrənilməsini olduqca çətinləşdirir. Ümumi baxdıqda isə Antarktika dağları, yəni daha doğrusu Transantarktika dağları onu iki hissəyə ayırır, qərb və şərq hissə və gördüyünüz kimi, yəni şərq hissəsi əsasən düzdür, qərb hissədən nisbətən daha çox parçalanmış və dağlıq ərazilərdən ibarət. Öncelikle e, Əsas dağları Transantarktika dağları və Ellsworth dağlarıdır. Materikin ən hündür nöqtəsi Vinson massivi məhz Ellsworth dağlarında yerləşir. Hündür zirvəsi isə 5140 metr hündürlüyündədir. Materikin ən alçaq nöqtəsi isə Bentley çökəkliyidir. -2555 metr. Sadəcə içərisi buzlarla örtülü olduğu üçün dünyanın ən dərin çökəkliyi götürmür. Yəni içərisi buzla örtülü olmasaydı dünyanın ən dərin çökəkliyi olacaqdı. Devam edir. Antarktika materiki faydalı qazıntılarla olduqca zəngindir. Deməli, Ross dənizi sahilində neft, qaz ehtiyatlarına, daş kömür ehtiyatlarına rast gəlinir. Antarktika yarımadasında qızıl və mis ehtiyatlarına olduqca geniş rast gəlinir. Bundan əlavə, kosmonavtlar dənizi sahilində yerləşən ərazidə uran ehtiyatlarına olduqca geniş şəkildə rast gəlinir. Materikin sadəcə bir ucqar nöqtəsi var. O da onun şimal ucqar nöqtəsi olan Sipre burnudur. Antarktika materiki isə cənub, şərq və qərb olmaqla 3 yarımkürədə yerləşir. Bu da oldu bizim materiklərin fiziki coğrafiyası mövzusu. Ümid edirəm ki, bu video sizin işinizə yaradı. Bunun kimi videoların daha çox gəlməsini istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Fikir və iradlarınızı isə şərh bölməsində qeyd edə bilərsiniz. Təşəkkür edirəm, sağ olun.